Değerli izleyiciler, her vaxtınız xeyir olsun. Sizləri yenə də Bərdə Maşın Bazarından salamlayıram. Kanalımıza abunə olub, videolarımızı bəyənməyi unutmayın. Qardaş, xeyirli olsun. Çox sağ olun. 015 maşını satırsınız. Bəli. Buyurun, məlumat verin. Bilək necə maşınımız? Maşın bezdirən maşındır, 2009-undur. Zavoddan necə gəlib o formudadır. 4 dənə təzə təkər almışam. Akkumulyator almışam. Aparaturası içində təzə almışam hamısını. Nə vaxtdan sizinkidir? 1 il 5 aydır. Aformutmu, etibarnamədirmi? Etibarnamədir. Yenilədiniz? 2-ci il yeniləmişəmdadır. Texniki baxışı, sığortası. Hamısı öz qaydasındadır. Alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdirdiniz? Alandan sonra bir dənə xərcim 4 dənə təzə təkər almışam. Akkumulyator almışam. Bir də aparatura qoydum şey. Nə qədər sürüldüyü bilinir maşınımızın? Yürüyüşünü? Hə, bilmiyorum. Nə qədər bilirsiniz yoxsa baxasınız gərək? Bilinir, 570 min probyekti var. 570 min. Bəli. Mühərrikdə vəziyyət necədir? Əla vəziyyətdədir hər şey. Yağ azaltmadır, səsli. Kaplıdır. Yığılmış olar da yəqin ki. Hə, Karovka motoru əla vəziyyətdədir. Karobkası da yaxşı. Bəli. Öndə vəziyyət necədir? Peredokda. Hamısı çiçək kimidir. Yəni bir sözlə otursun maşını, yəni bir qəpikdə xərc tələb eləmir. Qranatların səsi küyü yoxdur ki. Xeyr, xeyr. Ekran necə? Çiçək kimidir. Əl dəyməyibdir ekrana. Xeyr. Təkərləri yaxşı. Bəli. Altı necədir? Baxmadınız. Zədə varmı polunda? Heç arasında Çürük, nə çürüyü, pas. nə çarığı, heç nə, pası, heç nə yox. Dəyişilənləri, qapı, krel, kapı. Heç nə dəyişmir. 2009 zavod necə gəlib o qaydadadır. Bu kraska vurulmuş olar, hə? Bəli, kraska dəyib. Prosta gün vurub soldurmuşdu deyin kraskanı. Kraska bir dəfə dəyib. Kosmetik şey elə biləm yoxdur hazırda. Xeyr, kosmetik bir şey yox. Şüşələri yaxşıdırmı? Qırıq çat yoxdur ki. Xeyr, heç hansını. Şitdə yaxşı. Yan aynalar düymə ilə qalxır. Önlər eləmi? Bəli, bəli. Oturacaqlar yaxşıdır. Bəli. Çox cüzi yeyilmə var, heç onda bilinmir. Zavod sileniyalarda, yəni olmalıdır o. Aparatura da var deyirsiniz. Bəli, bəli. Bahalıdırlarmı? Bəli. Maşınınızın öz qiyməti neçə? 800-ə deyirəm, real alıcı olsa razılaşmaq olar. Son fikir 8-dir. Yoxsa 8-dən də biraz aşağı düşmək Son olar? fikir 8-dir. Real alıcı olsa yanında danışmaq olar maşın. Əsas o da əlaqə saxlasınlar. Bəli, bəli. Nömrəni xatırladın. 070 275 2909. Hansı rayondasınız? Bərdə. Uğurlar arzu edirəm. Çox sağ olun, təşəkkür Siz edirəm. də sağ olun. Qardaş, xeyirli olsun. Çox sağ olun, var olun, Allah razı olsun. Klassik üslubda bir dənə BMW gətirmisiniz. Bəli, bəli. Buyurun, məlumat verin, bilək necə Qısaca maşın. məlumat verim. Diski təkər F10-dur. Ayaq altı Galenwagen'dir. Roll F10-dur. Motor 2.5 M50 sep motordur. Bugünkü gündə heç bir xərc tələb eləmir. İlini də deyin də. İli 1990-cı ildir. 90'ın maşını. Bəli. Yəni bir Neçə sözlə ildir? necə? Neçə ildir sizdədir? Elə uzun müddətli bizdədir, öz adımızadır. Aformut olunubdur Bəli, maşın. bəli, öz adımızadır. Təxmini 5 Oğlumun ildir, 3 adınadır. ildir. 5 ilə yaxındır. 5 ilə yaxındır maşın Bəli. sizdə. Mühərrikin dəyişmisinizmi yoxsa? Xeyr, mühərrikin Özünün zadını üstündə gələn dəyişməmişəm. mühərrikdir. Hamısı Zavadskoy öz mühərrikidir. Motor da yığılıb da. 2.5 benzin mühərrikdir. 2.5 benzin mühərrikdir. M50 sep motordur. BMW sürənlər bilir ki, M50 motor nə demək. Bunlarda da vanus olurmu yoxsa? Bəli, tək vanusdur. Hə. Necədir ümumiyyətcə mühərrikin vəziyyəti? Valla əladır. Valla o 2.5 olmağına baxmayır. Yəni həm ekonom cəhətdən də yaxşıdır. Sadəcə o mühərrik biraz 2.5-də hamıya bitəri gəlir. Amma valla mən bunda elə çox benzin içdiyini görməmişəm. Yəni bir sözdən qardaşım, samolyotdur. Yağ azaltması yoxdur ki Heç mühərrik. bir qəti də nə Səsi yağ də azaltması. yaxşıdır. Kukula kimidir. Bir dənə məni incitmir. Otur sür də maşındır. Nə qədər yandırır ki? Şəhər ətrafı 7 yandırır. 7 yarım, 7. Trasta da demək olar ki elə. Şəhər içində 10'a qaldırırmı? 8, 8 yarım bax belə. 10 Kondisioner görməmişəm. var mı onlarda? Bəli, hər bir şey var. Mexanika deyiləmi? Mexanikadır, Beşdir. Karovka 5-dir. Necədir onun vəziyyəti? Karovkanın vəziyyəti. Karovkada nə bir dənə atma, nə bir dənə vurma. Yəni mexanikadır. Yəni mən yenə deyərəm ki, heç bir dənə məni incitmir maşın. Sadəcə Diferdə. biraz yeni formada oğlum 07 istəyir, çalışıram onun arzusunu yerinə yetirəm ki, ona bir 07 alam. İnşallah. Allah İnşallah. arzularınızı yerinə yetirsin. Allah razı olsun. Rəngi də sənəddə də qeyd olunubdur. Zavod rəngidir yəqin ki. Zavod rəngi deyil, Aformutda özümüz rəngini dəyişmişik. Zavod rəngi belə rəngi olub.
Ha. Hə, yəni üstündə Aformutda olur. hamısını texpasportda işlənilibdir. Diferin üstündən keçdik, diferi demədik, necədir? Diferdə superdir, əla Səs yoxdur vəziyyətdədir. ki? Bir dənə səs yox, küy yox. Altında çürük necə? Altında Olun. qəti bir dənə sürüyü yoxdur. Yəni Heç bu maşına olmayıb yoxsa baxmışıq. olmayıb ümumiyyətcə, yoxsa çürüklər var ya çıxıb? Əvvəlcədən olub, hamısını çıxartmışıq. Yəni mən bu maşına baxan Yox, deyirəm olmuşam. bəlkə çürüməyib də onu Yox, deyirəm. yox. Yüngül yaraq bu kreldə, mireldə belə yerlərdə olubdu. Hay. Onda hamısını çıxartmışıq. Təkərləri dəyişəndə hamısını düzəltdirmişəm. Yəni altında ümumiyyətlə zavodskoy çürüyü yoxdur. Peredokda ümumilikdə maşında səs küy. Heç bir dənə də kapli nə səs var, nə küy var. 130-140 sür rol əlindən burax. Bir dənə də yəni rolda da tərpənmə də yoxdur. Təkərlər amma çox zəifləyib də. Hə, təkərlərim zəifliyibdir. Dəyişilən nə var? Qapı, krel, kapot. Heç bir şey dəyişirilən yoxdur. Heç bir şey. Əlavə yəni üstünə biz özümüz qoymuşuq. Məsələn, faralardır. O bəzəklərdir. İşıqları Yəni onlar falan hamısı dəyişmisiniz. qanuni olanlardır. Yəni qanunsuz mənim maşınımda heç bir şey yoxdur. O rəngli işıqlara heç nə demirlər. Heç bir dənə qəti bir şey, deyilən bir şey yoxdur. İşıqlar da hamısı pult sistemindəndir. Ha, çöldən idarə İstənilən rəngdə çevirə də bilirsən, söndürə də bilirsən. Vallahi yəni bu da Kapotu maraqlı açılır deyirəm. hə, kapot Klassik açılır, üslubdadır. qaytarıb bağlanır. Belə də maşınımız bu vəziyyətdə kosmetik işləri var amma elə Hə, bilirəm. kosmetik yüngül yaraq bu məlum məsələdir. İli 90-ın maşınıdır. Look da var. Lüku da var, hamısı da işləyir. Aha, yəni şüşələri, salondur, şüşələrdə koja bir çat salondur. yoxdur ki. Heç bir dənə də özünüz də baxın, bir dənə çatı da yoxdur. Əllə qalxır aynalar. Yox. Arxalar əldən qalxıb, bunlar hamısı podyomiklərdir. İşləyirlər. Bəli, bəli, hamısı da işləyir də. Yaxşıdır, işdə yoxdur ləkə. Lükuma qədər də hamısı işləyir. Yəni maşında işləməyən heç bir şey yoxdur Yaxşıdır, da. valla ilinə görə acca süzülmələr var oturacaqlarda. İndi bilmirəm dəyişilib yoxsa yox. Yox. Zavodskoy öz BMW-nin öz Bu vaxt silinyalarıdır. keyfiyyət ayrı olub da. Hə. Sadəcə yəni biraz özüm baxmışam. Belə də maşınımız bu Xəstəsi vəziyyətdə. olmuşam, baxmışam. Sadəcə satmağımın səbəbi oğluma 07 almaq istəyirəm, bu qədər. Qiyməti neçədir? Qiyməti belə 4-5-dən razılaşaram. 4500. Bəli. Son fikir Son fikir 4000. 4000. Bəli. Əlaqə nömrəsində sizinlə əlaqə 010 saxlasın. 441 03 12. Hansı Mingəçevir şəhərində də gəlib baxa bilərlər. Mingəçevir dedim maşınımız. Uğurlar arzu edirəm Çox sağ qardaş. olun. İnşallah Allah bu razı günləri olsun. satıb Təşəkkür gedərsiniz. edirəm, var olasınız. Təşəkkürlər. Çox sağ olun. Qardaş Allah xeyir versin. Çox sağ ol qardaş, xoş gəlmisən. Təşəkkürlər. Maşınımız Mercedes Y klassda Yeşka deyil. Yeşkadır, bəli. El arasında. İli 92-dir. 2 motor, 111. Heç bir problemi yoxdur. Çöldən çölə kosmetik işləri var. Qiymətini də 5-8-ə deyirik, razılaşmaq olar. Nə vaxtdan sizdədir maşın? 2 ildir bizdə. Aformutmu, etibarnamədirmi? Ya etibarnamə ilə söyləyir. Sənədləri necə? Hər şey Texniki baxışı, qaydasında. sığortası. Hamısı yerindədir. Alandan sonra xərcləriniz nə olub? Nə düzəltdirmisiniz? Alandan sonra vozda kamerini dəyişmişəm. Parçınqalar yuyulub, sideniya çıxollanıb, monitor qoyulub. Mühərrikini özün yığdırmamısınız. Xeyr, mühərriyə əldə etməyib. Mühərrik nətərdə elədi. 111 motordur. İki Bilən də kit bilir değişdi ki, eləmi? hə, bilən də bilir ki, 111 motor nətər motordur. Yəqin əvvəllər yığılmış olardı. Yox, heç biri əldə etməyib. Yoxlatmışam üstüyə, əldə etməyib. Zavodskoy nədir odur? Nə gözəl. Yağ azaltması, Heç səsi. bir şey yoxdur. Vaxtında da yağı dəyişilib, qulluq olunubdur. Hər şey qaydasındadır. Yanacağı nə qədər yandırır? 10. 10 litr. Kondisioner var mı onlarda? Kondisioneri var, lüku var, İşləyir mi sideniya kondisioner? qızdırıcıları var. Bütün abstanovkası hamısı işləyir. Korobkası, Karovkası da işləyir. avtomat, Avtomat karovkadır, bəli. gecikmə, vurma, Heç bir şey yoxdur. diferdə səs, Heç sat yoxdur. polunda zədə, Bildiyiniz, Çürük, pas. bildiyiniz maşın ideal maşındır. Heç bir problemi yoxdur. peredokda səs-küy, Heç bir şey, hamısını yığdırmışam. təkərlərdəki Motorun normaldır. paduşkalarına qədər dəyişdirmişəm. Akkumulatoru təzə. Ondan sonra benzin nasosunu təzə qoymuşam. 2 ay olar. Təkərlər hamısı təzə. Nə bilim başqa. Dəyişiləni bilmirsiniz? Qapı, krel, kapot. Yox, dəyişəni yoxdur. Dəyişən Zavoddan detalı gələnlər. yoxdur, hə, amma belə işlənən yerləri var. O da ki, daha Hə, indi kosmetik işləri də var müəyyən. kosmetik işləri, hə, gözə görünən 200-250 manatlıq işləri var. Luk da açıqdır yəqin ki. Bəli, baş lüku işləyir. həm belə qalxır, həm də panorama açılır. Şüşələrində də ön alın şüşə sizə dəldir. Hə, biraz çatı var.
dəyişsə daha qəşəng olar. Hə. Yan aynalar əllə mi qalxır yoxsa düymədir? Yox, qabaqlar Düymə ilə. düymədir, arxalar əllə. Maşınımızın şiti təmiz. Bəli, Oturacaqlar salon çox çubuqlanır. səliqəli, çox. Maşınımız belə də normal maşındır. Bütün Monitorda qoydurmusunuz. bəli, arxa görüntüsü də var, kamerası var, arxa kamerası. Qiymət neçə dedik? 5800-dür. Real alıcı olsa qiymətdə razılaşmaq olar. Əsas o əlaqə saxlasınlar, eləmi? İnşallah əlaqə saxlasınlar. 5-4-də vermək olar yoxsa? 5-4-də real alıcı olsa fikirləşmək olar. Telefon nömrəsini deyin. 051 699 96 36. Hara gəlsinlər? Bərdənin istənilən bölgəsinə, hara desələr. Uğurlar arzu Ən edirəm. çox bazar bölgəsində olduq, Təzə bazar tərəfdə olduq. Kim istəsə gəlib baxa bilər. Uğurlar arzu edirəm Çox qardaş. sağ ol qardaş, Allah köməyin olsun, sən də əziyyət çəksən. Təşəkkürlər, Allah sən var minnətdaram, eləsin. var olasın. Sağ ol. Sağ ol. Qardaş Allah xeyir versin. Allah köməyiniz çox sağ ol. 06 maşınınızı satırsınız. Bəli, satırıq. Buyurun məlumat verin. Bilək necə maşındır? Valla təzə maşındır, yaxşı maşındır, saf maşındır. Kalifka 5-dir. İli neçədir, ili İli 2005. 2005-in maşınıdır, 2005. iş zavodu maşınlarından Bəli, bəli. yəqin ki. Nə vaxtdan sizdədir? Mart ayından bəri bizdədir da. 2026-nın mart ayından Bəli, maşın sizdədir. Bəli, bəli. Alandan sonra xərcləriniz nə olubdu? Nə Indi düzəltdirmisiniz? para üstədən qoymuşuq da, biraz maya qoymuşuq ki, yəni maşın halda olsun, maşın viddə olsun. Texniki baxış sığorta varmı? Var, hamısı var. Davenisi, general davenisi. Aha, mühərrikində vəziyyət necədir? Super, qəşəng. 06 olur da bunların Bəli, bəli, mühərriki. 06. Yağ azaltması, Heç səsi, nə problemi yoxdur. Bir Moskvaya sür. korobkası necədir? Kalifka 5, səs yox, çü yox, atma yox, heç nə yox. Olmasın. Difer necə? Diflə qəşəng, super. Səsi yoxdur. Heç nə yoxdur, kaplı. Altında çürüyüb pası. Yoxdur, yoxdur, göz qabağındadır, fakt. Heç olmayıbdı, yoxsa olanları çıxarmısınız? Yox, olmayıb. Danqarat yerləri salamatdır. Salamatdır, hər şey yaxşıdır. Öndə vəziyyət necədir? Pedokda. Pedok yığılıb, noldan yığılıb, super vəziyyətdədir. Daş kəsəkli yolda səs eləmir. Heç nə, taklıq söhbəti yoxdur. Təkərlər yaxşıdır Təzə deyəsən. təkərdir, hər bir həftə alıb vurdum altına. Dördü də eynidirlər. Dördü də eləmi? eyni, bəli. Ha, nə gözəl. Maşınımızın dəyişilənləri, qapı, kril, kapot. Bir dənə bu kapot, kril dəyişilib, vəssalam. Sürücü tərəf kril Bəli, dəyişilib. bəli, sol kril Qalanları özününkidir. Qalanların zadını özü indi. Zavod nə qoyub olur. Ha, kosmetik işləri necə? Yəni belənçi. Kraskalıq yeri varmı yoxsa? Xeyr, xeyr. Zədə yoxdur ki. Yoxdur, yox. Maşının şüşələri elə biləm yaxşıdır. Qırığı çatı. Yoxdur, heç nəyə yox. Əllə qalxır yan aynalar. Bəli, hamısı qalxır, problemsiz maşındır. Şitin üstündə bir dənə yerində nəsə yapışdırmışmışlar. O yapışırıblar bizdən qabaq qoparıblar, qoparının yeri qalıb. Ləkəsi, hə, Bəli. yeri qalıb. Bir də belə xırda 2 dənə çatı var, onu da zavod nə qoyub deyəni ayırmaq istəmirəm. Oturacaqlar yaxşıdır. Bəli, super, istəyirlər, bəli. Maşınımızın qiyməti Maşının qiyməti deyiliş 6,5. 6500-ə deyirsiniz. Real alıcı 6000-ə vermək olur. 6000 baxarıq da klientə baxır o. Əsas o əlaqə saxlasın. Bəli, əlaqə saxlasın. Nömrəni deyin indi. 051 390 34 12. Hansı rayon? Göyçay rayonu Mallışqı sakini. Göyçənin özündə göstərə bildik də Bəli, maşını. problem yoxdur. Uğurlar arzu eləyirəm. Çox sağ olun, Allah razı olsun. Siz də Teşekkür sağ olun. ederim, sağ olun. Qardaşlar, xoş gördük sizi Bərdə maşın bazarında. Hoş gəlmisiniz siz də. Mercedes 190 maşını satışa gətirmisiniz. Buyurun, məlumat verin, bilək necə maşındır? İli 92-dir, motor 2-dir, kondisioner zadı var, yəni yaxşı vəziyyətdədir, xadavoy zadı, hər bir şey yaxşı vəziyyətdədir. Heç bir problem yoxdur. Bugünkü gündə bir dənə problem zadı yoxdur. Nə vaxtdan sizinkidir bu maşın? Hardasa il yarım olar, il yarım dolar. Aformutdur, etibarnamə. Aformut öz şəxs maşını. Öz adınız olan Öz adımızadır, bəli, bəli. Texniki Öz baxış, adımadır, sığorta. hamısının vaxtını hələ ki var da, yəni. Sentyabr aydır. 4500 yox. 4500 Yox, yox, yox. 6700 əsas. Hə, 6700. Qardaş almaq istəyir O deyəsən. almaz amma o qiymətə yox, yox. O qiymətə sərf eləmir. Tükür bazarda yəni bunun kimi ideal yəni 190 yoxdur da, yəni bax. 4500 deyir salon- verir. Hamısı çiçək kimidir, salondur, çöldür, hamısı yaxşı vəziyyətdədir. Xərc qoymusunuzmu siz bu maşına? Hə, da yəni problem Nəsə düzəltdirmisiniz alandan sonra? Müəyyən yerləri var da indi ona. Motorxanasına baxdırmısınız motor, mühərrik. Motoru da çiçək kimidir. Yaxşı. Yox, yox, o qiymətə sərf eləmir. O qiymətə. Mahnının səsi qoymur, eşitəm qardaşın nə dediklərini. Qiyməti çox aşağı deyil. 4600-ə versiz maşındır. Yox, yox. Alverçidir görəm bu qardaş, yoxsa Elə
Başının panamasından görünür, kalır yok. Motorda vəziyyət necədir? Motorda vəziyyət yaxşıdır. Səs var. Sən mən ona görə 4500. Yox, səs yox. Test eləmisən, eləmir. Yox. Korobkası Heç bir şey yoxdur. Korobka yaxşı. Korobkası Korobkası yaxşıdır. da yaxşıdır. Hə. Avtomat korobka. Avtomat korobka, prosto korobkadır, yaxşı. Kondisioner yoxdur. Kondisioneri var, işləyir. Kondisioneri də var, işləyir. Ha, Hə, kondisioner təzə vurdumşum, qazı qəşəngdir. İşləməsə ondan yaxşı. Xadavoy Diferdə səs yoxdur, diferdə. Diferdə də yox. 6 yaxşıdır, zədə 6 yoxdur. yaxşıdır, yox, zədəsi də yox. Çürüyüb Təkərməz, pası. biraz zəifdir amma yox. Zəifdir, azma. Qiymətində mən onu deyirdim ki, o qiymət. Perodokda vəziyyət necədir? Perodoksa, Mostat hamısı yaxşı vəziyyətdədir. Səs-küy yoxdur ki perodokda. Yox. Təkərlərdəki Təkərlər Qardaş dediyi kimi biraz zəif. Zəifdir. 4600-ə verirsiniz qardaş. 4600. vermir də. Qardaş nədir? Qardaş dər çəmir. Evet. Dirəşi bir 4600 qardaşın versən, başına o da gedib, vermir. bu kameranın qardaş görünə qardaş. Maşınımızın kosmetik işi elə biləm yoxdur. Yox. Sapığı var qardaş. Ona görə Ay yüngül varı deyil. O elə belə deyirsən, maşının Sən maşını yaman gözdən salırsan. Ha, maşın yaxşı maşındır. Sən gözdən çox salırsan Mən də o maşını. qiymətə. Dəyişiləni maşın yoxdur qardaşım. Yox. Zavoddan gələn detallardır. Hə, yaxşı. Şüşələri necə? Şüşələri yaxşıdır. Şüşələr hə, yaxşıdır, yaxşı vəziyyətdədir. Düymə ilə qalxır yoxsa əllə Hə, qalxır? 4-də podium. 4-ü də podiumludur. Hə. Ay maşallah. Şüşələrdir. Arxalar da. Deyir arxan da yendirir, qaldırır. O bir arxadır, hamısı. 600-ə verirsiniz. Şdenyaların iləri geriz mexanizmidir. Oturacaqlar da düymə ilə Hə, qalır. oturacaqlar. Hər ikisi yoxsa yalnız sürücü Yox, tərəf? hər ikisidir. Qabaqlar ilə hər ikisi. Aa, nə gözəl. Mən 190-da birinci dəfədir görürəm Hə, mən bu yox. sistemi. Bunda var. Belə ideal maşındır maşınımız. İşıq sistemləridir, işıq sistemləri də hamısı deyil işləyir. Əlavə də kimin nə sualı olarsa sizlə əlaqə Hə, saxlaya bilər. nömrəm- Nömrəni de qardaş, nömrəni de. Nömrəm 050 657 76 32. Qiymət də 6700-ə deyirəm. Real olsa qiymətdə razılaşarıq. Hara gəlsinlər? Hansı rayondasınız? Ağdam rayonunda, Ağdam 4 yol bir qəsəbəsində. Qardaş yaman aşağı Qardaş qiymətə. yox, çox aşağı qiymət deyir. Qardaşın indi birazdan 4600-ə. panamasından tutuq. 6000-ə vermək Sən o olar. kameranı söndür. Qardaşım mən bir partiya burada qəşəng panamasından tutub sürüb çəkib burada. Hə, nə istəyirsən? Yox, 6000-ə verəcəksiniz maşını. Yox. 6000-ə də Çox yeri aşağı. yoxdur. Qiymətində razılaşarıq. Real alan olsun bu dəqiqə qiymət. Yox, 4 sən 06 alırsan. Sən get 06 alırsan, Mercedes alırsan, sən. Yox, maşın yaxşı maşındır. Maşın Qardaş ideal da maşındır. dirəşir. Pis bazara görün burada bir bunun kimi ideal. Var burada. Hə, çapıqdır. Hə, onun nəyə çapıqdır? Hə, batıq deyil, belə yüngül Hə, var, elə heç ola belə şey deyil. bilinmir. Sən onu şərt eləmək, sən sür görəm bunun problemi. Xərci var. Yəni belə 4600-ə işinə yarayırsa. 6700 deyirəm. Onun problemi var, onun qiymətindən çıxıram. Bu fer. Ona görə krel dəyişmək lazımdır, eləmi? Hə, qardaş deyir, bax o batığa görə bunun krel dəyişilməlidir. Baxın görün burada. Qardaşı zavodda şey eləyəcəm daha. Hə, bir bax da burada bir balaca zədədir. Xeyirli olsun qardaş. Sağ ol, sağ ol. Sağ ol. Çox sağ olun, Sağ əziyyət ol. çəkdiniz. Qardaş Allah xeyir versin. Sağ ol, sağ ol. Maşınımız nədir? 190-dır? Yeşka. Yeşkadır, hə. Buyur, 25. məlumat ver qardaş. 2.5 motor, ili 91. Nə vaxtdan Avtomat sizinkidir? var. 5-6 aydır. Sənədi, aformut etibarnamə. Hamısı yerində. Yox, etibarnamə nə işlədirsiniz? Eləsin deyirəm. Vaxtına varmı? Vaxtına var. Texniki baxışı, sığortası. Hamısı var. Alandan sonra xərcləriniz nə olub? Nə düzəltdirmisiniz? Heç arasına xərc vurmamışıq. Elə necə almısınız o vəziyyətdədir? vəziyyətdədir. Hazırki problemləri nədir maşınınızın? Hazırki problemləri kosmetik işlərində. Motoru nədir bunun? Motoru 2.5 motor. Benzin olur da bunlarda. 2.5 dizel. Dizel mühərrik. Sadə motor. Hə, necədir mühərrikin vəziyyəti? Mühərrikin vəziyyəti yaxşı, yağ yeməsi yoxdur, azaltması yoxdur. Nə vaxt yığıldığından xəbərin yoxdur. Bu motor yox. Korobkası avtomat korobka. Avtomat karovkadır. Gecikmə vurma deyirsiz yox. Gecikmə heç səs yox. Difer də səs necə? Heç bir şey. Səs deyilən şey yoxdur. Polunda vəziyyət. Salamatdır. Çürüyüb, pası. Yox, salamat. Ümumiyyətcə olubdumu yoxsa heç olmayıbdumu? Olmuyor. Yəni əl gəzdirmir. Peredokda vəziyyət necə? Peredok təzə yolub yəni. Daş kəsəli yolda səs yoxdur maşının. Səs yoxdur. Sıra biləsiniz, sürüb yoxlamaq da olar. Təkərlər zəifliyibdi amma hələ işlətmək olar, Çəkir, eləmi? işlətmək olar. Kondisioner soruşurlar. Kondisioner yox. Kondisioner deri yoxdur. Maşınımızın dəyişilənləri, qapı, krel, kapot, Heç yox, dəyişən detalı yox. zavoddan Zavoddan gələnləridir. gələndə zavod kraskasıdır. Dəyişən detalları yox. Kraskanı vurmuş olarlar. Zavod kraskası. Vurulmuyor. Zavoddan gələn kraska. Kraskadır, öz kraskasıdır.
Ne gözəl. Kosmetik işi var yəqin ki, eləmi? Kosmetik işlər var. Bu ferm nəzərində kosmetik işlər var. Luku bağlayıblar. Lükü bağlayıblar. Biz gələndə Şüşələr necə? Şüşələrdə də ön alın şüşəsində bir dənə çıtlaq görürəm. Çat var. çat yoxdur, yox. Yan aynalar Yox, yoxdur. düymə ilə. Puntla. Böyrlər puntla da arxalar rüsakla. Hə, ön şüşələr düymə ilə qalxır, arxalar əllə. Maşınımızın şiti yaxşıdır, yoxdur ki ləkəsi. Çatsalı yoxdur, yox. Çatılmaz, heç zadı yox. Oturacaqlarda süzülmələr var biraz. Oturacaqlarda çuxollar da. Əsas qiyməti deyim maşınımızın. Görək qiyməti neçədir. 4900. İndirim də eləyəsiniz. Alan olsa real alıcıya indirim olacaq. 4400-ə istəyən olsa nə deyək? 4400 yox, 4700-yə verərəm. Əlaqə nömrəsini deyin. 050 443 1969. Hansı rayondasınız? Beyləqan rayon Çəlkək kəndi. Yelqanın özündə göstərmək olurmu? Göstərmək olur, hara deyərsiniz. Uğurlar arzu eləyirəm. Sağ ol. Siz də sağ olun. Əmoğlu, Allah xeyir versin. Çox sağ ol, Allah köməyiniz olsun. Maşınımız Mercedes Y-Class. Yeşqa deyirik də. Bəli. Buyurun, məlumat verin bilək necə maşındır. Normal qəşəng, udarsız maşındır, saz vəziyyətdədir. Öz adımadır, hər şey yaxşı, salamat. İli neçədir maşınımızın? İli 93. Sizdə nə vaxtdandır? Məndə təxminən bir ay yarımdır, tanıdığım adamdan almışam. Format elətdirmisiniz? Öz adıma formutudur. Problemsiz maşındır. Sənədləri, texniki baxışı, sığortası. Hamısı 27-nin mart ayınacaq. Alandan sonra xərcləriniz nə olub? Nə düzəltdirmisiniz? Benzin nasos dəyişmişəm. Vəssalam, falan eşmiş. Bunların mühərrikin kubu neçədir? Qəşəkdir, 2 motordur, 111. Benzin olur, hə? Benzin, hə. Çox qəşəng ekonom motordur. Yaxşı, təzə yağ filtri, saz vəziyyətdə. Yəqin ki, yığılmış olar da mühərriki. Yox, mən soruşdum onun yiyəsindən, dedi yox. Heç əl dəyməyib, dedi. Yağ azaltma, səs. Heç nə, heç nə. Yaxşıdır. saz Yanacağı vəziyyətdə. nə qədər yandır bunlar? Jiguli kimi. Kondisioner varmı? Hə, vardı. Yaxşı deyir. Qəşəng, Korobkası avtomat. avtomat. Gecikmə, vurma. Heç nə yox. Difer də vəziyyət necədir? Yaxşıdır, o da pis deyil. Səsi yoxdur ki, yəni. Yox, Altında vəziyyət, polunda. altı da qəşəng. Çürük, pas. Heç nə, heç nə. Peredokda səs-küy yoxdur. Yox. Təkərlər Təkərlər də deyil, normal, yəni. hə, Ay, normal işlətmək olar. təkərlər görünür hamısı. Dəyişilənləri, qapı, krel, Yox, kapot. yox, yox. Nə var, hamısı özünün. Hamısı zavoddan gələndir. Hamısı özünün. Kosmetik işi də elə biləm yox, deyilmi? Heç bir şey. Yəqin ki, kraskalanmış olar. Heç nəyə ehtiyacı yox. Bilmirəm onu. Şüşələri ön alın Hamısı. şüşəsində 2 dənə balaca çıxdağı var. Ha, o heç o da indi o Çox çıxır daş cüzdür, deyil. yəni heç dəyişilməsə də olar. Bunlar bütün işini xamilyan şüşələrdir zavazı qoyur. Ha, yan aynalar təmizdir. Əllə qalxırlar. Hə, Dördü də hə, aynalar əllə qalır. şiti təmiz, oturacaqları yaxşıdır. Rol, mebel rol qoyulub. Aha, sükan dəyişilib hə? Elə Hə, mi? mebel qoyulub. Belə də maşınınız yaxşı maşın, luk da açıqdır hətta. Hə, Maşınımızın görünüşü yaxşıdır. hər şey yaxşıdır. Qiyməti neçədir? Qiyməti nə bilim, real alıcı ilə baxacam da. Start qiymət neçə deyirsiniz? Elə deyilişim 9-2-dir. 9200. Bəli. Baha deyil ki. Maşınımız Vallahi yaxşı maşın deyil, amma Eyni. il məsələsi var Şu da. şeyin yaxşı da qiyməti olur da. Hər şeyin yaxşısı qiymətli olur. 9200. Nə qədər endirim eləyəsiniz ki, buna bir Nə, real alıcı olsa endirim baxacağıq da. 8-5-ə istəyən olsa verək. Yox, Verməyəsiz o qiymətə. 8-5-ə yox. Əlaqə saxlasınlar da, indi kimisə bəlkə də Saxlasınlar. xoşu gələr, istəyər. Saxlasınlar. Nömrəni deyin. 051 840 88 66. Hansı rayondasınız? Ağcabədi rayon. Uğurlar arzu eləyirəm. Çox sağ olun. Allah razı Siz olsun. də Kim sağ alsa olun. Allah xeyrin versin. Amin, amin. Təşəkkürlər. Sağ ol, Allah razı olsun. Aşağı yeri. 98. 98 lira kim benzin tam olabilir? Olabilmez abi. Koruysan ya işte. Tamiri koyup saklamışsan, laf yapsalamsan. Ha? Bez detal. Baba başın çıxırsa bax. Ben bakırım da görmür ha. Bax gör nə dəyişən. Kardeş. Aparaturası bax 3 qat 5 gün. Ay, ben bunun aparaturası da lazım değil, ben lazım değil yerisin. Yeri qol. Yaxşı yerisin. Yeri. Her kaçır yoksa ya var. Güvən istəyir. Ona nömrə deyirlər. Lipa. Usul şükrü. Lipa nömrəsi VIP. Oldu kardeş, Allah çok çok hayır versin. Ben buna 6 min pul var. Ha? Nə? 6
Maşının varsa mən bunu görə lüksal zavod verəcəm. Aparatura töküləcək. Hər şey töküləcək. Yox qardaş, onda mənə ehtiyac deyil. O nəsə üstündən ki, maşın. Aparatura ilə böyle deyirsən ki, Allah xeyruzu versin. Salam aleyküm, xoş Salam gördük. aleyküm, Çox sağ ol qardaş. Maşın almaq istəyirdiniz. Bəli, Baha dedilər. bəli, baha dedilər. Siz də 6000 verirsiniz. Bəli. 6000 də çox puldur ha. Əlini alandan sonra hər şeyin özünün qiyməti var da qardaş. İnsanın da qiyməti var, maşının da qiyməti var, çörəyin də qiyməti var. Söz yox. Maşınımız da yaxşı maşındır. Söz yoxdur Bəli, maşınımızda da. maşın normallı maşındır. O ildən deyirsiz detal dəyişilməsə olmasa eləmi? O mümkün olan söhbət deyil. Qarajda yağlayıb saxlasan da çürüyəcək öz-özünə. İstəyirsən qarajda saxla, istəyirsən yorğan altında saxla. O selona çürüyəcək. Sovetin istehsalıdır. Bəli, bəli, bəli. Onun üçün Sovet hökuməti buraxıb hava şey. 06 ancaq axtarsınız yoxsa Nə maşın olsun, babat maşın olsun. özünüz üçün? Özüm üçün, nəvəm üçün. Hansı rayondan gəlmisiniz? Mən Ağcabədi rayonunun Afşar kəndindən gəlmişəm. Buradan da salam göndəririk. Çox sağ ol. Uğurlar arzu edirik. İnşallah sizin büdcənizə uyğun bir qəşəng maşın taparsınız. Sağ ol, sağ ol. Təşəkkürlər. Sağ ol. Sağ olun, sağ olun. Əmoğlu Allah xeyir versin. Sağ ol. 011 maşını qara rəngdədir, eləmi? Bəli. Buyur, məlumat ver, bilək necə maşındır? Yəni motor 01-dir, benzin 11-dir, pulda silinmədir. Difendə səs yox, karabka 4-dür. İlin deyəndə bizə 78. 78-in Hə, maşınıdır. 78, 01 gedir bunlar, yoxsa 011? 01. 01. Hə, 01. Nə vaxtdan sizdədir? Məndə hardasa deyim də 1 ay. 1 ay 20 gündür lap elə. Sənədi etibarnamədirmi yoxsa? Dabelisləndi. Vaxtına var? Var, 7 ay var. Texniki baxışı, sığortası? Var, harca 7-8 ay var. Alandan sonra xərcləriniz nə olub? Nə düzəltdirmisiniz? Xərc valla bəzi işlərlə uşaq rolunu dəyişir. Yəni Deyir, qardaşlar Elə. burada gözləyirlər bizi. Hə. Görək nə deyir, nə istəyirlər. nə? Maşın almaq istəyirdilər, hə? Hə, indi də gözləyirlər. Görək alırlar yoxsa yox. Gedəcək. Maşınımızın motoru deyirsən silinmədi. 01 motorudur. 01, hə. Yaxşıdırmı? Yağız atması Yox, səsi? yox, yox. Karabkası necədir? Yaxşıdır. Atmağa səsi yoxdur ki. Yox, heç nə yox. Diferdə səs var? Yox. O da yaxşı. Altı necə? Polo. Çürük deyildi, altı yaxşıdır. Çürük. Çıxıb da yəqin ki. Yox, yox, elə Zavodunki olmaz onu demək istəyirəm. 78-dən deyə maşının altı qalmaz. çürük yoxdur maşının altında. Tanqrat yerləri necədir? Yaxşıdır. Yaxşıdır. Peredokda səs-küy necə? Yox, yox. O da yaxşı. Hə, yaxşıdır. Təkərlər amma arxa təkərlər zəifliyib. Hə, də nə? Dəyişsə yaxşıdır. Qalanı soruşaq da, yoxsa dəyişiləni soruşaq? Qapı, krel, kapot, nə qalıbdı? Vallahi bilmirəm, mən də belə almışam. Yəni bilmirəm nədir, nə deyir. Yəni Kosmetik işi yoxdur elə bilirəm, hə? Rəngi yaxşı görsən. rəng yaxşıdır. Yəni var da bəzi işləri var. Elə, hə. Hə, işləri var. Yüngül var idi, yəni gözəlləşdirmək üçün. Hə. Şüşələri necə? Qırığı çatı yoxdur ki? Yox, yox, şüşələrində? yox, yox, yox. Ha? Deyə istəyir, Müşmü qardaş. küzə deyirəm. Yan şüşələri töydüyün 07 ilə qoyulubdur, hə. əllə qalxır. Şitin üstündə yüngül vari zədəsi var. Hə. Oturacaqlar yaxşıdır, oturacaqlar. Hə, yaxşıdır. Çırığı söküyür. Yaxşıdır. Belə də normal maşındır. 3200-ə də deyir əmioğlumuz. Endirim də eləyəcək də. Hə, eləyəcəm. 3-dən aşağı düşmək olacaq. Hədə 2800-ə Hədə təsələnə 2-8-ə, 2-9-a bax belə. verəsən o Hə, qiymətə. hə. Hara gəlsinlər? Tərtərin bolsun ikən. Onda nömrəni deyə də qoy bir əlaqə saxlasınlar. Nömrə qoyuyorum. Telefon nömrəni. Onu da bilmirsən, eləmi? Yazmışam burada. Hə, qoy baxsın desin. Qoy bax. Əmioğlu qoy telefon nömrəsini desin. Deməli əmioğlu nömrəni yazıbdı, öz yadında saxlaya bilmir. Hə. 50 831 63 94. Eləmi? Bəli. Allah xeyir versin. Allah xeyir versin. Sağ ol. Sağ ol.